El-Vərith. O, yaratdığı hər bir şey yox olduqdan sonra qalandı. Hər bir şey sahibi yox olduqdan sonra ona qayıdır. Əlimizdə olan hər bir şey əmanətdir və bir gün sahibi olan uca Allaha qayıdacaqdır. El-Hadi. O, bütün qullarını hidayətə, doğru yola yönəldəndir. Onların məsləhətləri, ruzilərinin qazanılması və onlara ziyan verən şeylərin dəf olunmasında onları doğru yola yönəldəndir. O, mükəlləf qullarına xeyri və şəri, qurtuluş və həlak olma yollarını göstərəndir. O, hikmətinin və rəhmətinin tələb etdiyi kimi, qullarını müfəvvəqiyyət və elm hidayətinə yönəldəndir.